Salamlar, vaxtınız xeyir dostlar, hər birinizi xoş gördük yeni videoda. Artıq yeni silahlar almışıq deyə videolar üçün mövzularım çoxdur. Əvvəllər fikirləşərdim ki, hansı mövzuda video çəkim ki, sizlər üçün maraqlı olsun. Artıq hələlik ki, belə bir dərdim yoxdur. Ona görə də fikrim var ki, həftə ərzində sizlər üçün 2 video hazırlayım. Elə bu gün də həmin yeni alınan silahlardan biri olan Beretta ARX 160 avtomat silahı haqqında sizlər üçün danışmaq istəyirəm. Keçdiyimiz oktyabr ayında Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında Sarsılmaz Tərəfdaşlıq 2025 adlı bir təlim keçirildi. Bu təlim Azərbaycanın hərbi diplomatiyası üçün böyük bir uğurdur. Və bu təlimdə diqqət çəkən məqamlardan biri isə xüsusi təyinatlı mənsublarımızın əlində yeni tip avtomat silahın görünməsi idi. Bu Beretta ARX 160 avtomatı idi. ARX 160 İtaliyanın Beretta Defense şirkəti tərəfindən istehsal edilir. 2009-cu ildə ordunun istifadəsinə verilib və gələcəyin əsgəri layihəsi çərçivəsində hazırlanaraq İtaliya Silahlı Qüvvələrinə təhvil verilib. Bu silaha qədərsə İtaliyada AR-70-90 avtomatından istifadə edilirdi. Əvvəlcə bu silahın yenilənməsi həyata keçirilsə də, daha sonra tamamilə yeni bir prototip olan ARX 160 təqdim edildi. Bu silah NATO standartlarına uyğun olmaqla 5.56 mm kalibrli mərmilərdən istifadə edir. Amma özəlliyi odur ki, lüləsini dəyişməklə 7.62-39, 5.45-39 və 6.8-43 Remington mərmilərindən istifadə etmək mümkündür. Silah modulyar dizayna sahibdir və silahda müxtəlif nişangahlar, lazer görüntüləyici, səs boğucu, gecə görmə cihazı və lülə altında 40 mm-lik GLX 160 qumbar atanı yerləşdirmək mümkündür. Silahın qundağı teleskopikdir, yəni uzadılıb qısaldıla bilir, həm də qatlana bilir. Qundağı açıq vəziyyətdə uzunluğu 84 cm, qundağı bağlamış vəziyyətdə isə 67 cm təşkil edir. Silah fiberglas polimer materialından hazırlanıb, yüksək təzyiqə və zərbəyə məruz qalan hissələri isə poladdan hazırlanıb. Polimer materialına sahib olması onun həm çəkisini yüngül edir, həm paslanmır, korroziyaya məruz qalmır. Bu kompozit material şoka və vibrasiyaya davamlıdır və ən əsası da metal kimi müxtəlif iqlim şəraitlərində, soyuqda, istidə fərq yaratmır, stabil qalır. Bu silahın geri təpməsi də azdır. Belə ki, onun qaz porşeni çaxmaq çərçivəsindən ayrıdır. Geri təpmə zamanı qaz porşeni çaxmaq çərçivəsinə dəyərək geri qayıdır. Onunla birlikdə hərəkət etmir. Bu da vibrasiyanın azalması deməkdir. Müqayisə üçün bildirim ki, Kalaşnikov avtomatlarında qaz porşeni ilə çaxmaq çərçivəsi bir yerdədir və geri təpmə zamanı bunlar birlikdə hərəkət edirlər və bu da geri təpmənin daha şiddətli olmasına, nisbətən daha çox olmasına təsir edir. Bu da uzaq məsafədə atəşin effektivliyini aşağı salır. ARX 160 qısa vuruşlu mexanizmə, Kalaşnikov avtomatı isə uzun vuruşlu mexanizmə sahibdir. İtalyan avtomatının effektiv mənzili isə 600 metr təşkil edir və atəş sürəti dəqiqədə 700 mərmi təşkil edir. Qeyd etdim ki, ARX 160 avtomatı yüngüldür. Belə ki, onun çəkisi dolu halda 3 kilo 200, 3 kilo 300 təşkil edir. Amma Kalaşnikov avtomatında isə dolu halda çəkisi 3 kilo 600-ə qədər artır. Bu avtomat asanlıqla sökülüb yığıla bilir və sol və sağ əl üçündə uyğunlaşdırıla bilir. Bu günə qədər ordumuzun silahlanmasında Kalaşnikov avtomatları üstünlük təşkil edirdi. ARX 160 avtomatının əldə edilməsi qərb texnologiyasına, qərb silahlarına keçid kimi şərh oluna bilər. Bu həm də NATO standartlarına uyğunlaşma deməkdir. Bu silahın əldə olunması İtaliya ilə münasibətləri genişləndirir. Həmçinin Avropa müdafiə sənayesi ilə əlaqələri gücləndirir. Eyni zamanda qeyd edim ki, İtaliya Azərbaycanın enerji tərəfdaşıdır. Bir sıra sahələrdə əməkdaşlıqlar həyata keçiririk. Hərbi əməkdaşlıq da bu münasibətləri daha da möhkəmləndirəcək. Onu da bildirim ki, Beretta Defense şirkəti Avropanın ən nüfuzlu silah istehsalçılarından biri hesab edilir. Qeyd etdim ki, silah modulyar dizayna sahibdir. Bu sayədə də müxtəlif aksesuarlar silaha quraşdırıla bilər. Bu da xüsusi təyinatlı qüvvələrimiz üçün üstünlük yaradır. Bütün bu üstünlükləri sayəsində ARX 160 avtomatı həm şəhər döyüşlərində, həm də xüsusi əməliyyatlarda effektivdir. Belə ki, ARX 160 avtomatının lazımi qədər döyüş təcrübəsi də var. Belə ki, bu avtomat indiyənə qədər
Əfqanistan, İraq kimi qaynar nöqtələrdə istifadə edilib. Meksika polisi də kartellərə qarşı bu avtomat silahdan istifadə edib. Yəni bu silahın döyüş təcrübəsi də var və sınaqdan keçirilib. Bu silahın əldə edilməsi həm ordumuzun modernləşdiyini, həm də yüksək səviyyəli silahları ala bilmə potensialımızı göstərir. Qeyd edim ki, bu silahı istifadə edən ölkələr əsasən NATO ölkələri və yüksək büdcəyə sahib orduları olan ölkələrdir. Bu silahı əldə etməklə ölkəmiz həm də dünyaya bir mesaj verir ki, Azərbaycan təkqütlü siyasət yeritmir, müdafiə sənayesi zəngindir və müxtəlif ölkələrlə əməkdaşlıq həyata keçirir. Və ən əsası da köhnə Rus silahlarının silah sistemlərini yeniləri ilə dəyişmək fikrindədir. Bu günə qədər bildiyim qədərilə xüsusi təyinatlı qüvvələrimiz AKM-74M Xəzri avtomatından istifadə edirdi. Yəqin ki, bu avtomat silahlar Ayrık 160 avtomatları ilə əvəz ediləcək və bu yeni İtalyan silahları hələlik ki, məncə yalnız xüsusi təyinatlı qüvvələrin istifadəsində olacaq. Elit qoşun növlərimizin bu silahla silahlanması həm də o deməkdir ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal səviyyədə yüksək mobilliklə və dəqiqliklə hərəkət edən bir qüvvə formalaşdırır. Və bu da bölgədə güc sahibi olmaq deməkdir, həm də digər ölkələrə əzələ nümayişinin həyata keçirilməsidir. Bəs siz bu barədə nə düşünürsünüz? Sizcə yeni avtomat silahımız həqiqətən deyildiyi qədər varmı? Kalaşnikov silahından daha yaxşıdırmı? Bu barədə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Bura qədər izlədiyiniz üçün hər birinizə minnətdaram. Növbəti videoda görüşənədək hələlik.